Deməli, cümlə haqqında danışırıq. Dedik ki, bitmiş fikir ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik baxımdan əlaqələnməsi nəticəsində yaranır. Yəni, cümlənin cümlə formasında olması üçün burada həm məna bağlılığı olmalıdır, həm də qrammatik bağlılığı olmalıdır. Cümlə insanlar arasında fikir mübadiləsinin əsas vasitəsidir. Cümlənin qrammatik əsası və intonasiya bitkinliyi olur. Aha, mübtəda və xəbər cümlənin baş üzvləri qrammatik əsasdır. Biz sabah iclasa gedəcəyik. Nə edəcəyik? Gedəcəyik. Kim gedəcək? Biz. Qrammatik əsası yalnız xəbərdən, yaxud yalnız mübtədadan da ibarət cümlələr olur. Yəni, biz belə deyək, dedik ki, cümlə qrammatik əsasdan ibarət olur. Qrammatik əsasda nə oldu? Mübtəda, xəbər. Lakin bu o demək deyil ki, həmişə mübtəda ilə xəbər olmalıdır cümlədə. Bunlar tək-tək də işlənə bilərlər. Məsələn, işə baxıldı. Nə edildi? Baxıldı. Sakit dəniz kənarı. Sakit dəniz kənarı. Görürsünüz, burada xəbər yoxdur, sadəcə mübtəda var. Və yaxud birinci cümlədə işə baxıldı. Burada mübtəda var, xeyr. İşə baxıldı. Nəyə baxıldı? İşə baxıldı. Tamamlıqdır. Cümlə bir sözdən də ibarət ola bilər. Gecdir, səhərdir, maraqlıdır. Cümlə quruluşca sadə və ya mürəkkəb olur. Sadə cümlənin bir qrammatik əsası olur. Avtobus dayandı. Bir qrammatik əsas. Avtobus dayandı. Yəni, bir mübtəda, bir xəbər. Müəllim şeiri oxuyur və izah edirdi. Bax, burada da bir qrammatik əsas var. Deyəcəksiniz ki, bəs necə ola bilər ki, axı burada 2 dənə xəbər işləndi. Oxuyur, izah edirdi. İkisi də xəbərdir, amma bir mübtəda var. Amma bu 2 xəbərin ikisi də bir dənə müəllimə aiddir. Yəni, bu, belə deyək, oxuyur da, izah edir də müəllimə, yəni bir mübtədaya aiddir. Məsələn, müəllim oxuyur, şagird izah edirdi desəydi, burada artıq 2 qrammatik əsas olacaqdı. Amma sadəcə olaraq müəllim oxuyur və izah edirdi. Yəni, 2 xəbərin ikisi də sadəcə müəllimlə, mübtəda ilə əlaqələndiyi üçün bu olur nə? Bir qrammatik əsaslı cümlə. Mürəkkəb cümlənin 2 və ya daha artıq qrammatik əsası olur. Deməli, sadə cümlə bizim bayaq qeyd elədiyimiz bir qrammatik əsaslı sadə cümlə idi. Mürəkkəb cümlənin isə 2 qrammatik və yaxud daha çox qrammatik əsası olur. Avtobus dayandı, sərnişinlər mindilər. Dayandı, nə? Avtobus. Görürsünüz, dayandı, nə etdi? Dayandı, nə? Avtobus. Bir mübtəda, bir xəbər. Sərnişinlər mindilər. Mindilər. Kim? Sərnişinlər. Görürsünüz, hərəsinin ayrı-ayrı xəbəri, hərəsinin ayrı-ayrılıqda mübtədası var. Deməli, burada 2 dənə qrammatik əsas oldu və xəbər dayandı xəbərinin ayrıca mübtədası var. Mindilər xəbərinin ayrıca mübtədası, yəni sərnişinlər. Ayrıca mübtədası olduğu üçün bu oldu nə? Mürəkkəb cümlə. Cümlə müxtəsər və geniş olur. Müxtəsər cümlələr heç bir ikinci dərəcəli üzvün işləndiyi cümlələrdir. Daha doğrusu, müxtəsər cümlələr heç bir ikinci dərəcəli üzvün işlənmədiyi cümlələrdir. Yəni, ikinci dərəcəli üzvlər hansılardır? Təyin, tamamlıq, zərflik. Bunlar ikinci dərəcəli üzvlərdir. Əgər bunlar varsa, deməli bu müxtəsər cümlə deyil. Aha, məsələn, deyir ki, səhərdir. Sadəcə mübtəda. Daha doğrusu, sadəcə xəbər. Çünki dur, xəbərlik. Kitab maraqlıdır. Kitab maraqlıdır. Mübtəda, kitab, maraqlıdır, xəbər. Burada da bir dənə qrammatik əsas oldu. Yəni, bir qrammatik əsas deyəndə ikinci dərəcəli üzvlər iştirak etmədiyi üçün oldu müxtəsər cümlə. Yaz səhəri sadəcə mübtədadan ibarətdir. Əgər burada, məsələn, kitab maraqlıdır da desəydi ki, kitab, tutalım, kitab çox maraqlıdır və yaxud da desəydi ki, kitab mənim üçün maraqlıdır. Burada artıq olacaqdı, müxtəsər cümlə olmayacaqdı, geniş cümlə olacaqdı. Çünki kitab mənim üçün, burada bir mənim üçün tamamlıqda olmuş oldu. İndi başlayaq geniş cümlədən danışaq. Deməli, dedik, müxtəsər cümlə nə oldu? Müxtəsər cümlə, deməli, sadəcə baş üzvlərdən ibarət olan cümlələrdir. İkinci dərəcəli üzvün işlənmədiyi cümlələrdir.
Yəni ikinci dərəcəli cümlə üzvləri hansılar oldu? Təyin, tamamlıq, zərflik. Və gəlirik geniş cümlələr. Geniş cümlələr ikinci dərəcəli üzvlərdən ən azı birinin işləndiyi cümlədir. Bu kitab maraqlıdır. Kitab mübtədadır. Maraqlıdır xəbərdir. Oldumu bu müxtəsər cümlə? Amma bu kitab maraqlıdır deyəndə artıq hansı kitab? Burada isə olur nə? Təyin, mübtəda və xəbər. Təyin, yəni ikinci dərəcəli bir üzv baş üzvlərin yanında işləndiyi üçün oldu nə? Geniş cümlə. Fərqi yoxdur. Biri, ikisi, üçü, bir dənəsi də işlənsə artıq o müxtəsərlikdən çıxır. Cümlə üzvlərindən danışaq. Bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən müstəqil məna ifadə edən söz və ya söz birləşmələrinə cümlə üzvləri deyilir. Bir-biri ilə həm məna cəhətdən, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən müstəqil məna ifadə edən söz və söz birləşmələrinə cümlə üzvləri deyilir. Cümlə üzvləri iki qrupa bölünür. Baş üzvlər və ikinci dərəcəli üzvlər. Cümlə üzvləri ona görə baş və ikinci dərəcəli üzvlərə ayrılır ki, onların hamısı cümlə üçün eyni yaradıcı xüsusiyyətə malik deyil. Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir. İkinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif cəhətdən izah edir, aydınlaşdırır, tamamlayır. Cümlənin tərkibində işlənən hər söz cümlə üzvü olmur. Bax, bir də qeyd edirəm, cümlənin tərkibində işlənən hər sözə biz cümlə üzvü deyə bilmərik. Hər hansı söz cümlə üzvü ola bilməyi üçün ilk növbədə müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa sözlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn, Fuad, sən məktəbə gedirsən? Cümlədəki Fuad xitabı digər sözlərlə məna cəhətdən bağlı olsa da, qrammatik cəhətdən bağlı deyil. Bu tipli sözlər, xitab, ara sözlər qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur, cümlə üzvü sayılmır. Bəlkə mən gəlmədim, Nə etdim, gəlmədim ki, mən. Bəlkə nə deyək? Bəlkə deməli köməkçi nitq hissəsi güman şübhə bildirən modal söz olduğu üçün bunlar da cümlə üzvü vəzifəsində iştirak etmir. Bəzən müstəqil leksik qrammatik mənaya malik olan sözlərdə müstəqil cümlə üzvü ola bilmir. Yəni ayrılıqda müstəqil leksik mənası var, amma qrammatik mənaya malik olan sözlərdə, yəni həm leksik, həm qrammatik mənaya malik olan sözlərdə müstəqil cümlə üzvü ola bilmir. Bu o zaman baş verir ki, həmin söz birləşməsinin tərkibində işlənsin. Yəni həmin o müstəqil həm leksik, həm qrammatik mənası olan bildiyimiz o söz bir tərkibin içində verilsin. Məsələn, sənin kitabın evdədir cümləsində sən və kitab sözləri əsas nitq hissəsi olsa da, təklikdə heç bir cümlə üzvü deyil. Çünki söz birləşməsi əmələ gəlib. Bu cümlədə mübtədanın ifadə vasitəsi ismi birləşmədir. Biz əvvəlki dərslərimizdən də bildiyimiz kimi söz birləşmələri cümlənin daxilində bir-birindən ayrılmır. Məsələn, mənim bəxtim qaradır və yaxud mənim bəxtim gözəldir sözündə mənim bəxtim sözünü biz ayrılıqda mən sözünün də, mən sözünün də ayrıca bir mənası var, bəxt sözünün də ayrıca bir mənası var. Amma biz cümlə daxilində, kontekstin daxilində biz buna bir yerdə yanaşırıq. Qaradır. Nə qaradır? Mənim bəxtim. Qaradır. Mənim qaradır deyə bilmirik ki. Və yaxud bəxtim qaradır deyə bilirik düzdür. Amma bəxtim də bir mənsubiyyət şəkilçisi var. Deməli, mənsubiyyət şəkilçisindən əvvəl bir yəli hal şəkilçisi tələb edən mənim, Burada deməli, yəli hal şəkilçisi in vəzifəsindən çıxıb, yəni mənim bəxtim. Burada birləşib, nə yaradıbdır? Mübtada yaradıb. Mənim bəxtim gözəldir. Gözəldir. Nədir? Gözəldir. Nə gözəldir? Gözəl olan nədir? Mənim bəxtim. İkisi bir yerdə
deməli cümlə üzvü vəzifəsinə çıxış edib. Amma biz deyə bilmərik ki, bütün ismi birləşmələr hər zaman bir yerdə. Məsələn, tutalım deyə bilərik ki, birinci növ təyinli söz birləşmələri tutalım gözəl şəhər və yaxud da yeni şəhər və yaxud da deyə bilərik ki, köhnə bağ. Bunlar birinci növ təyinli söz birləşmələridir və birinci növ təyinli söz birləşmələrinin tərəfləri ayrılıqda işlənə bilər. Aha, belə. Haşiyədən kənara çıxdıq biraz. İndi qayıdaq bura. Deməli, dedik ki, bu cümlədə dedik, mübtədanın ifadə vasitəsi ismi birləşmədir. Yəni, üçüncü növ təyinli söz birləşməsidir. Sual əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri sual tələb etmir. Kim gəlməyib cümləsində mübtədaya sual vermək olmur. Tutalım, biz deyirik ki, Akif gəlməyib. Biz Akifi kim gəlməyib? Zaten Akifə bir sual verdik. Kim sualı verdik? Təzədən biz kimə nə sualım verək? Kim gəlməyib deyə bilmirik ki. Deyirik ki, kim gəlməyib? Akif gəlməyib. Deməli, yeganə haşiyədən çıxaq. Yeganə sual əvəzliklərindən, daha doğrusu əvəzliklərdən sual əvəzliyidir ki, sual əvəzliklərinə cümlə daxilində sual vermək olmur. Və həmçinin sual əvəzlikləri əvəzliyin özünü də əvəz eləyə bilir. Nəysə, əsas mövzumuz indi cümlə daxilində baş üzvlər və ikinci dərəcəli üzvlərdir. Onlara daha sonra, belə deyək, haşiyədən kənar çıxdıq. Kim gəlməyib cümləsində mübtədaya sual vermək olmur. Nitq hissəsi öz əsas vəzifəsində deyil. Başqa vəzifədə işləndikdə sözün sintaktik sualı ilə morfoloji sualı fərqlənir. Bu nə deməkdir? Tutalım, biz ayrılıqda deyirik ki, gümüş nədir? Gümüş nə? Gümüş isimdir də və yaxud dəmir nə? Dəmir isimdir də. Amma deyəndə ki, dəmir yumruq və yaxud da gümüş dəbilqə. Biz gümüşə və yaxud dəmirə hansı sual vermiş oluruq? Hansı dəbilqə? Və yaxud da ki, deyirik, dəmir yumruq, hansı yumruq? Artıq görürsünüz, burada elə bir isim olmaqdan çıxıb, hansı sifətin sualına cavab verib. İndi bunu oxuyaq. Deyir, nitq hissəsi öz əsas vəzifəsində deyil, başqa vəzifədə işləndikdə sözün sintaktik sualı ilə morfoloji sualı fərqlənir. Sintaktik sual nə deməkdir? Yəni, cümlə daxilində biz ona hansı sualı veririk? Bayaq qeyd elədik ki, biz isimə deməli sifətin sualını verdik. Bu artıq onun sintaktik vəzifəsidir. Amma morfoloji vəzifəsi nədir? Gümüş nə və yaxud dəmir nə? Bu onun ayrılıqda ona verə biləcəyimiz sualdır. Deyir ki, nitq hissələri ilə ifadə olunan cümlə üzvləri quruluşca sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan cümlə üzvləri mürəkkəb cümlə üzvləridir. Mənim kitabım səndədir. Səndədir. Nə? Mənim kitabım. Mənim kitabım iki söz birləşib. Bir, belə deyək, mürəkkəb bir söz birləşməsi yaratdığı üçün biz burada deməli deyirik ki, bu mürəkkəb cümlə üzvüdür. Mübtəda mürəkkəb cümlə üzvüdür. İndi isə baş üzvlərdən danışaq, mübtədadan danışırıq. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədəki fikrin predmeti, fikir özülüdür. Qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Heç bir cümlə üzvünə tabe olmur. Kim, nə, hara suallarına cavab olur. Məsələn, deyir, Əli oxuyur. Oxuyur, nə edir? Oxuyur. Kim? Əli. Kitab yenidir. Yenidir. Nədir? Yenidir. Nə? Kitab. Şəki gözəl yerdir. Gözəl yerdir. Hara? Şəki. Mübtəda yalnız ismin adlıq halında olan söz və söz birləşmələri ilə ifadə olunur. Əgər tutalım yəli halda olsa, tutalım deyək ki, bir isim götürürük, bu yəli haldadır. Yəli haldadırsa özündən sonra nə tələb edir? Mənsubiyyət şəkilçisi tələb edir. Məsələn, tutalım deyirsən ki, bağın meyvəsi. Bağın sözündən sonra müəyyən bir söz tələb olunur. Mənsubiyyət şəkilçili söz tələb olunur. Amma mübtəda olması üçün və yaxud deyirsən ki, bağa getdi. Hara getdi? Bağa getdi. Burada da yəni mübtəda ola bilmir də.
Və deyirik ki, quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə quruluşca mürəkkəb olur. Aha, məsələn deyir, kitab oxuculara təqdim olundu. Təqdim olundu. Nə? Kitab kimə təqdim olundu? Oxuculara. Burada kitab sözü müstəqil cümlə üzvüdür, mübtədadır. Və yaxud deyirəm ki, məktəb həyəti gül çiçəklə bəzənmişdi. Nə etmişdi? Bəzənmişdi. Nə bəzənmişdi? Məktəb həyəti. Görürsüz, burada artıq məktəb həyəti deməli ikinci növ təyinli söz birləşməsi vəzifəsində olur və mürəkkəb olur. Daha sonra Nizami Gəncəvi Gəncədə yaşayıb. Nə edib? Yaşayıb. Kim? Nizami Gəncəvi. Mürəkkəb addır da. Buna görə də biz bunu sadə cümlə üzvü kimi götürə bilmərik. Daha sonra harda yaşayıb? Gəncədə. Baxaq. Mübtəda o bu əvəzlikləri ilə ifadə olunduqda onlardan sonra virgül qoyulur. Bu Aminin kitabıdır. O cəld qapıdan çıxdı. O və bu mübtədalarından sonra əvəzlik, feil və köməkçi nitq hissələri gəldikdə vergül qoyulmur. Bu mənim kitabımdır. O da getmək istəyirdi. Bunu daha dəqiq baxmaq üçün biz əvəzlik bölməsində, yəni əvəzlikdə o və bu əvəzliklərindən sonra qoyulacaq vergülün, yəni necə deyirlər, onu daha dəqiq bilmək üçün əvəzlik bölməsinə baxmaq lazımdır. Belə. Yəni burada deyilir ki, məsələn deyir ki, mürəkkəb o bu əvəzliklərlə ifadə olunduqda onlardan sonra vergül qoyulur. Bu bütün hallarda yəni aid deyil də. Yəni görürsüz, istisnalar var. Daha geniş danışmaq olar əslində, amma bunu əvəzlik bölməsinə aid olduğu üçün burada daha çox belə deyək, məlumat verməyə ehtiyac yoxdur. Mübtəda tabelilik əlaqəsi baxımından yalnız xəbər və təyinlə sintaktik əlaqədə olur və hər ikisində də yalnız əsas tərəf kimi çıxış edir. Ümumiyyətlə bayaq da qeyd elədik ki, mübtəda heç bir cümlə üzvünə tabe olmur və dedik ki, xəbərlə və təyinlə sintaktik əlaqəyə girə bilir. Deməli, mübtəda xəbərlə sintaktik əlaqəyə girdikdə nə olur? Burada deməli olur uzlaşma əlaqəsi, təyinlə mübtəda deməli sintaktik əlaqəyə girdikdə isə burada olur nə? Yanaşma əlaqəsi. Aha. Mübtədaya aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Mübtədaya aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin təkinə və ya cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərlik şəkilçisi qəbul edir. Məsələn, mən gəldim, sən gəldin. Mübtəda cümlədə iş görəni və ya haqqında danışılanı bildirir. Mübtəda şəxs bildirməklə yanaşı, bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları da ifadə edir. Məsələn, kitablar stolun üstündə idi. Ağacın yarpaqları yerə töküldü. Xəyal şirin nemətdir. Bu acı kainatın. Mübtəda əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Mübtədanın əsas ifadə vasitələri isim, şəxs və ya qeyri-müəyyən əvəzliklər, ismi birləşmələr və məstərlərdir. Aha. Baxın, burada deyir ki, mübtədaya aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Burada bəzi məsələlər var. İndi burada geniş izah vermək istəmirəm, çünki əvəzlik bölməsində yenə var. Amma hər ehtimala qarşı yenə məlumat verim ki, bəzən biz belə deyək, qrammatik cəhətdən normalar pozulmuş olsa da, belə deyək, sintaktik cəhətdən pozulmuş olmur. Yəni nə demək istəyirəm? Məsələn, tabellik əlaqəsində məsələn deyir ki, onlar gəldi. Tabellik əlaqəsində burada pozulmuş olur. Onlar gəldi. Əslində burada onlar gəldilər olmalıdır. Amma onlar gəldi əslində belə deyək. Yox, belə deyək, necə deyim? Yəni bax, qrammatik cəhətdən onlar gəldi sözündə pozulmuş hesab olunmur. Onlar gəldi, onlar gəldilər ola bilir. Və yaxud da deyirsən ki, ağaclar
Ağaclar çiçək açdı. Bu qrammatik cəhətdən düzgündür də, cansız varlıqlardır. Ağaclar çiçək açdı. Amma bir də var ki, deyirsən ki, ağaclar çiçək açdı. Nə idi? Çiçək açdı, nə ağaclar? Burada uzlaşmada çiçək açdılar olmalıdır. Və yaxud deyirsən ki, onların hamısı gəldi. Onların hamısı gəldi uzlaşma cəhətdən düzgündür. Çünki onların hamısı. Burada əsas tərəf hamısıdır və təkdədir. Hamısı. Özündən sonra da xəbəri tək tələb edir uzlaşma əlaqəsinə görə. Amma qrammatik cəhətdən birinci, ikinci, üçüncü şəxsdir də. Onların hamısı gəldi, əslində qrammatik cəhətdən normal ola bilər, yəni normal götürmək olar. Amma uzlaşma, yəni tabelilik əlaqəsi cəhətdən düzgün deyil. Çünki biz nə deyirik? Deyirik ki, tabelilikdə, yəni uzlaşma əlaqəsində mənsubiyyət şəkilçisi, xəbərlik şəkilçisi əsas rol oynayır. Belə, bu da qısa bir haşiyə çıxmış olduq. Harda qalmışdıq? Mübtəda dedik, cümlədə iş görəni və ya haqqında danışılanı bildirir. Mübtəda şəxs bildirmə ilə yanaşı bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları da ifadə edir. Məsələn, kitablar stolun üstündə idi. Yəni, təkcə o demək deyil ki, mübtəda deyəndə sırf ağla insan gəlmir də. Müxtəlif əşyalar da gəlir. Ağacın yarpaqları, məsələn, yerə töküldü. Nə? Ağacın yarpaqları. Sonra, xəyal şirin nemətdir. Belə, mübtəda əsas nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilər. Mübtədanın əsas ifadə vasitələri isim, şəxs və ya qeyri-müəyyən əvəzliklər, ismi birləşmələr və məstərlərdir. Bunların hərəsinə aid bir nümunə deyək. Məsələn, deyirik ki, isim. Deyirsən ki, nə deyək? Məsələn, ayaqqabı cırıldı. Nə etdi? Cırıldı, nə? Ayaqqabı, isim. Şəxs kimi, məsələn, deyirsən ki, mən gəldim. Qeyri-müəyyən əvəzlikləri, məsələn, deyirsən ki, hamı gəldi. İsmi birləşmələr və məstərlər. İsmi birləşmələr kimi, elə məsələn, bax, yuxarıda verib ağacın yarpaqları, üçüncü növ təyini söz birləşməsidir. Ağacın yarpaqları yerə töküldü. Burada, bax, ismi birləşmə ilə veribdir. Məstərlərlə, məsələn, deyirsən ki, oxumaq mənim xəyalımdır. Nə? Oxumaq mənim xəyalımdır. Nədir? Mənim xəyalımdır. Belə, mübtəda cümlədə hər zaman subyekt işi icra edən kimi çıxış etmir. Cümlənin xəbəri feilin məchul növündə işlənibsə, cümlədəki mübtəda subyekt işi icra edən olmur. Məsələn, məktub yazıldı. Baxın, nəyi demək istəyir? Tutalım, yazıldı. Kim tərəfindən yazılıbdır, bilinmir də. Başqası yazıb. Amma burada mübtədamız məktubdur. Yəni, yazıldı ilə məktubun arasında görün nə qədər uzaq bir, belə deyək də, məktub mübtədamızdır, xəbər yazıldı sözüdür. Əslində, məktubu yazan başqasıdır da, yəni. Və deyir ki, hər zaman deyir, mübtəda cümlədə hər zaman subyekt kimi çıxış etmir. Yəni, işi icra edən kimi çıxış etmir. Bəzən deyir, cümlədə nə kimi məchul növdə deyir olanda cümlədə mübtəda subyekt işi icra edən olmur. Məsələn, məktub yazıldı. Yazıldığını başqası yazıb da, məktub özün necə yaza bilər ki? Yəni, məktubu yazan başqasıdır. Belə. Daha sonra cümləsində, həmin bu cümlədə məktub sözü cümlənin mübtədası olsa da, subyekti, işi icra edəni deyil. Çünki məchul növ feillərdə obyekt subyektin yerinə keçir. Cümlədə mübtəda olur, subyekt ola bilmir. Bir də oxuyuram cümləni. Deyir ki, məktub yazıldı cümləsində məktub sözü cümlənin mübtədası olsa da, subyekti, işi icra edən olmur. İşi icra edən deyil. Çünki məchul növ feillərdə obyekt subyektin yerinə keçir. Yəni, burada artıq obyekt, məktub həmin o subyektdən, məktubu yazandan önə keçir. Cümlədə mübtəda olur, subyekt ola bilmir. Bu cümlədə subyekt buraxılıb, onu tərəfindən qoşulan sözlə bərpa edə bilərik. Məsələn, deyir ki, məktub Əli tərəfindən yazıldı. Göründüyü kimi, işi icra edən subyekt Əli deyil, lakin cümləyə mübtəda deyil, tamamlıq kimi bərpa olundu.
Belə, mübtədanın əsas ifadə vasitələri isim, maşın həyətdədir, sifət, qoca öz fikrini bildirdi. Bax, yenə bayaq qeyd elədiyim əsas məsələ. Qoca sözü ayrılıqda morfoloji cəhətdən baxsaq, qoca sözü sifətdir. Amma sintaktik cəhətdən baxsaq, cümlə daxilində həmin o sifət nə edib? İsmin sualına cavab verib. Bu demək deyil ki, isimləşibdir. Sadəcə olaraq ismin sualına cavab veribdir. Yenə qoca elə sifətdir. Sifətliyindən bu burada çönüb isim olmur. Sadəcə olaraq ismin sualına cavab verir. Cümlədəki yerinə görə. Məsdər, oxumaq hər kəs üçün vacibdir. Vacibdir nə? Oxumaq. Yuxarılar bu işə biganədirlər. Biganədirlər kim? Yuxarılar. Zərf də hətta iştirak edir. Fe'li birləşmə. Dərsə hazır gələnlər gedə bilərlər. Gələnlər an, ən, fe'li sifət tərkibi. Daha sonra əvəzlik. O dünən dərsə gəlmişdi. Gəlmişdi. Kim o? 10-cular yarışda qalib gəldilər. Qalib gəldilər. Kim? 10-cular. Bax, say. Say da artıq ismin sualına cavab verir. Sonra fe'li sifət. Çalışanlar uğur qazanırlar. Çalışanlar kim? Çalışanlar. Aha. İsmi birləşmə. Onun oxumağı bizi sevindirdi. Sevindirdi nə? Onun oxumağı. İsmi birləşmə. Üçüncü növ təyinli söz birləşməsi. Deməli, əsas tərəfi məsdərlə, aslı tərəfi isə əvəzli ilə ifadə olunubdur. Baxaq sonra. Xəbərdən danışaq. Xəbər baş üzvlərdən ikincisidir, yəni mübtəda və xəbər. Mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvə xəbər deyilir. Nə edir? Fe'lin bütün şəkil və zamanlarında kimdir, nədir, necədir, hardadır, hansıdır, neçəncidir və sair suallardan birinə cavab verir. Bura Bakıdır, haradır, yarışda birincidir, neçəncidir, məktəbdədir. Hardadır? Biz getdik, nə etdik? Deməli, xəbər sintaktik əlaqə baxımından mübtədaya tabe olur. İkinci dərəcəli üzvləri özünə tabe edir. Yalnız mübtədadır ki, xəbərlə sintaktik əlaqəyə girəndə xəbər deməli aslı vəziyyətdə olur, mübtəda əsas vəziyyətdə. Mübtəda əsas, xəbər aslı. Amma digər cümlə üzvləri xəbərlə əlaqəyə girdikdə bunun təyin, tamamlıq, zərflik, bunlar hamısı aslı tərəfdə olur. Xəbər əsas tərəfdə olur. Deməli, xəbər bir dənə nəyə əyilir? Hansı tərəfə əyilir? Bir dənə mübtədaya xəbər baş əyir. Belə, dedik ki, xəbər sintaktik əlaqə baxımından mübtədaya tabe olur, ikinci dərəcəli üzvləri özünə tabe edir və mübtəda ilə əlaqəyə girib hansı əlaqəni yaradır? Uzlaşma əlaqəsini. Nitq hissələri ilə ifadə olunan xəbərlər quruluşca sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan xəbərlər mürəkkəb olur. Onun xasiyyəti mülayimdir. Mülayimdir nə? Onun xasiyyəti. Deməli, burada oldu nə? Sadə. Sözüm sənin kimilərədir. Sənin kimilərə. Burada da sadə xəbərdir. Sənin kimi. Burada bax kimilərə niyə, sənin kimlərə niyə olmalıdır məsələn mürəkkəb olmadı? Çünki köməkçi nitq hissəsidir. Sənin kimi, sənin tək, bənzətmə bildirən modal sözlər. Sənin kimi, sənin tək. Bənzətmə idi yoxsa qoşma idi? Bir dəqiqə beynim yandı. Sənin kimi cavan. Sənin tək cavan. Bu da qoşmadır. Bənzətmə bildirən qoşmalar. Bəli, bənzətmə bildirən qoşmalar. Onun xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Mürəkkəb xəbər mənim xoşbəxtliyimdir. Yəni demək istədiyim bayaqki nə idi? Bax, mənim xoşbəxtliyimdir deyəndə, burada mənim xoşbəxtliyimdir mürəkkəb xəbər kimi götürülüb. Çünki xoşbəxtlik sözü ayrılıqda bir, necə deyək, leksik mənası olan sözdür də. Amma sənin kimlərdir deyəndə, kimi sözünün bir ayrılıqda leksik mənası olmadığına görə bu sadə xəbər olur. Həmin poema Nizami Gəncəvinindir. Nizami Gəncəvinindir. Görürsünüz, mürəkkəb adla ifadə olunduğu üçün bu da mürəkkəb xəbər olur. İdi, imiş, isə hissəcikləri də aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur və onun quruluşuna və növünə təsir etmir. Çünki nəyə görə təsir etmir? Çünki idi, imiş, isə hissəcikləri qrammatik şəkilçilərdir və ayrıca bir söz yaratmır. Deməli, həm də ayrıca bir söz deyirlər. O çox bacarıqlı idi.
Burada ya bacarıqlıdır, yaxud bacarıqlı idi, fərqi yoxdur, yəni heç bir dəyişiklik yaratmır. Qardaşı həkim imiş. O da bura gəlməli idi. Xəbər ifadə vasitələrinə görə iki növə bölünür. İsmi xəbərlər və fe'li xəbərlər. Fe'li xəbərlərdən danışaq. Fe'li xəbər fe'lin müxtəlif şəkilləri ilə ifadə olunur. Fe'lin şəkillərində olan frazoloji birləşmələr və təsriflənən fe'llər, əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkli cümlənin fe'li xəbəri olur. Nə edir, nə edəcək. Fe'lin bütün şəkillərinin suallarına cavab verir. Fe'li xəbərlər quruluş baxımından adətən sadə olur. İmtahana yaxşı hazırlaşmalıyıq. Gərək deyilənə qulaq asasan. Dünən gələsi idi və s. Ümumiyyətlə, biz xəbərə sual verəndə, əgər sualımız hərəkətlə bağlıdırsa, nə edir, nə edəcək, nə edəsidir, hərəkətlə bağlıdırsa, bu fe'li xəbərdir. Yəni, orada bir hərəkət görə bilmiriksə, təbii ki, biz bunu ismi xəbər götürürük. Bəzən ismi xəbər deyəndə düşünmək olar ki, yəni belə deyək də, orada mütləq isim olmalıdır. Xeyr, sadəcə olaraq hərəkət bildirmir. Olmaq, etmək, eləmək, bilmək, istəmək, başlamaq fe'lləri çox vaxt başqa sözlə birləşərək xəbər vəzifəsində işlənir. Məsələn, o test tapşırıqlarını yaza bilmədi. Xəstə yeriməyə başladı. Mən ona kömək etdim. Bu hadisədən sonra biz dost olduq. Biz getmək istəyirdik, burada yaşamaq olar. Deməli, bu fe'llər ilkin mənalarını saxladıqda müstəqil xəbər kimi də işlənə bilir. Biz burada oluruq, film başladı, tapşırıqlarımı eləmişəm, o maşını istəyirdi. Bax, görürsünüz, burada eləmişəm, başladı, istəyirdi, ayrıca bir xəbər kimi götürülür. Amma dost olduq sözündə və yaxud da getmək istəyirdik sözündə mürəkkəb bir xəbər yaradıb da, necə deyərlər, ayrılıqda yox, bir yerdə götürürük bunu. Çünki getmək sözünü, belə deyək, getmək sözündən bir yerdədir də, yəni dost olduq. Yəni dost olduq, olduq sözünü necə ayrı götürək, dost olduq. Çünki burada olduğun ayrıca bir olmaq, var olmaq mənasında anlamı yoxdur. Və yaxud da kömək etdim. Burada etməyin, məsələn, etməyi deməyim, məsələn, nəyi götürək? Məsələn, yaşamaq olar. Yaşamaq olar. Biz burada yaşamaq olar. Oldu mənasında götürmürük ki, yaşamaq olar mənasında. Yəni, necə deyərlər, yaşamaq olar bir yerdə götürülür də bir sözlə, belə deyək. Aklıma hal-hazırda o söz gəlmədi. Neysə, ismi xəbər, daha sonra burada nümunə yazmaq istəyənlər və yaxud da belə əlavə fikirlər bildirmək istəyənlər, hansı ki, videoya baxdıqdan sonra nəsə araşdıranlar şərh bölməsində yaza bilər və məmnuniyyətlə cavablandıraram. Bir yerdə fikir mübadiləsi apara bilərik. Belə, ismi xəbərdən danışaq. İsmi xəbər adlarla məstər, təyini və qeyri-təyini söz birləşmələri və mürəkkəb adlarla ifadə olunur. Adlarla deyəndə, yəni isim, sifət, say, əvəzlik, zərf, məstər deyəndə məstər tərkibi, fe'li sifət tərkibi ilə təyini və qeyri-təyini söz birləşmələri və mürəkkəb adlarla ifadə olunur. O yaxşı şagirddir. İsim, bu mənzərə çox gözəldir. Sifət, məsələnin cavabı 5-dir. Sayla ifadə olunub xəbər. Bu işin axırı belədir. Əvəzliklə ifadə olunub. Daha sonra sözüm yuxarılaradadır. Zərfdir. Məqsədimiz öyrənməkdir. Məstər, öyrənmək, maqmək. Məqsədimiz vətəni qorumaqdır. Məstər tərkibi, vətəni qorumaqdır. O meyvə yeməlidir. Fe'li sifət, bunların səbəbkarı kənarda sakitcə dayanandır. Fe'li sifət tərkibi, məqsədimiz xalqa xidmətdir. Qeyri-təyini ismi birləşmə. Anar əsl məktəb direktorudur. İkinci növ təyini söz birləşməsi. Əli və Nino əsəri Qurban Səidindir. Mürəkkəb ad. İsmi xəbərlər quruluşca sadə və mürəkkəb ola bilir. Var, yox, var, bəs, mümkün, lazım, gərək. Bunlar predikativ sözlərdir, yəni söz xəbərləridir. Bu sözlər heç bir suala cavab vermir. Lakin cümlədə müstəqil və sadə ismi xəbər olur. Bu hadisədən mənim xəbərim var. Aşağıda heç kim yoxdur. Xəbərin mübtəda ilə uzlaşmasına baxaq indi.
Deməli, xəbərin mübtəda ilə şəxsə görə uzlaşması demək olar ki, pozulmur. Məsələn, istisna gedən sənsən. Xəbər həmişə mübtəda ilə birinci və ikinci şəxsdə kəmiyyətə görə uzlaşır. Üçüncü şəxsdə kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər. Deməli, birinciyə baxaq. Dedi ki, xəbər mübtəda ilə şəxsə görə uzlaşması demək olar ki, pozulmur. İstisna gedən sənsən. Bu nə deməkdir? Şəxsə görə. Məsələn, tutalım, deyir ki, gedən sənsən. Əslində gedən odur olmalıdır, amma deyir ki, gedən sənsən. Burada artıq şəxsə görə mübtəda nədir? Uzlaşma pozulmuş oldu. Xəbər həmişə mübtəda ilə birinci və ikinci şəxsdə kəmiyyətə görə uzlaşır. Tutalım, deyirsən ki, üçüncü şəxsdə kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da. Mən gəlirəm deyirəmsə, mən gəlir deyə bilmərəm ki, mən gəlirəm. Sən gəlirsən, sən gəlirəm deyə bilmərəm ki, sən gəlirsən deyirəm. Burada mütləqdir ki, uzlaşma gözlənilir. Amma üçüncü şəxsdə pozula bilər. Məsələn, deyir ki, onlar gəlir. Pozuldu. Və yaxud da deyirsən ki, onlar gəlir. Onlar mübtəda cəmdədir, larlər, gəlir isə təkdədir. Amma gəlirlər olmalıdır əslində. Ümumiyyətlə deyirik ki, kəmiyyətə görə uzlaşma əlaqəsinin tələbi odur ki, istər insan, istər heyvan, istərsə də cansızlara aid olsun, fərqi yoxdur. Mübtəda cəmdədirsə, xəbərdə cəmdə olmalıdır. Bax, bayaq yuxarıda qeyd elədiyim nüans budur. Mübtəda təkdədirsə, xəbərdə təkdə olmalıdır. Əgər mübtəda cəmdə, xəbər isə təkdə olarsa, o zaman kəmiyyətə görə uzlaşma əlaqəsi pozulacaq. Kəmiyyətə görə, şəxsə görə yox. Kəmiyyət nədir? Çox, azlıq. Larlər, yaxud tək olması, bax bu. Mübtəda söz birləşməsi ilə ifadə olunubsa, kəmiyyətə görə uzlaşmanı söz birləşmənin əsas tərəfə əsasən nəzərə almaq lazımdır. Nə deyir? Deyir, mübtəda söz birləşməsi ilə ifadə olunubsa, kəmiyyətə görə uzlaşmanı söz birləşməsinin əsas tərəfinə görə nəzərə almaq lazımdır. Əsas tərəf cəmdədirsə, xəbəri cəmdə, əsas tərəf təkdədirsə, xəbəri təkdə işlətmək lazımdır. Məsələn, deyir ki, qonaqların hamısı gəldilər. Bu cümlədə uzlaşma əlaqəsi kəmiyyətcə pozulub. Çünki mübtədanın ifadə vasitəsinin qonaqların hamısı əsas tərəf təkdədir. Deməli, xəbərdə təkdə olmalıdır. Nə demək istəyir? Görürsünüz, qonaqlar, larlər. Biz bilirik ki, söz birləşməsində qonaqların hamısı, bax bu söz birləşməsidir. Əsas tərəf, aslı tərəf birinci gəlir, əsas tərəf ikinci gəlir. Hamısı sözü əsas tərəfdir. Və biz bu uzlaşma əlaqəsində deməli, nəyə baxacağıq? Bu ikinci tərəfə baxacağıq. Hansı sözünə baxacağıq? Hansı sözü təkdədirsə, bu xəbər gəldilər sözü də təkdə olmalıdır. Cəmdədirsə, məsələn, qonaqların hamısı deməyək, qonaqların hamısıları da deyə bilmərik. Deyək, bir də bir söz deyək, tutalım. Məsələn, qonaqların çoxları gəldi desəydi, qonaqların çoxları desəydi, burada larlər olduğu üçün, gəldilər sözdə uyuşmuş olardı. Amma hamısı axı təkdədir. Baxmayaraq ki, ümumi məzmun bilir, amma təkdədir. Bir də onu qeyd eləyək ki, biz deyirik ki, söz birləşməsi olanda hamısı sözü əsasdır, qonaqları sözü isə aslı tərəfdir. Amma biz uzlaşma əlaqəsində bir dənə uzlaşma əlaqəsi istisnadır ki, idarədən və yanaşmadan fərqli olaraq. Uzlaşma əlaqəsində həmin bu aslı tərəf dediyimiz qonaqları əsas tərəf olur, hamısı sözü isə aslı olur. Yəni, bir dənə uzlaşma əlaqəsində bu qayda pozulmuş olur. Qonaqların sözü əsas olur, hamısı isə aslı olur. Belə, amma ümumilikdə isə sintaktik cəhətdən söz birləşmələrinin hamısında aslı tərəf birinci, əsas tərəf ikinci gəlir. Yəni, qonaqların aslı, hamısı əsas. Məsələn, idarədə, yanaşmada bu cürdür. Qonaqların aslı, hamısı əsas. Bir də nə dedik, nə də uzlaşmada bu qayda pozulmuş olur. Deməli belə, dedik ki, belə, qonaqların hamısı gəldi cümlə belə olmalıdır ki, kəmiyyətcə uzlaşma gözlənilsin. Bu tipli nümunələrdə aslı tərəfdə cəm şəkilçisinin işlənməyi önəmli deyil. Əsas olan əsas tərəfdir. Məsələn, bax, onu deyirdim bayaq, qonaqların hamısı deyir. Larlər görürsünüz, birinci tərəfdə işlənib. Bunun fərqi yoxdur. Lap qonaqları oldu, ya qonağın oldu.
Buna biz baxmırıq. Əsas nəyə baxırıq biz burada? Burada əsas biz hamısı sözünə baxırıq ki, bu təkdədir yoxsa cəmdədir. Və yaxud deyirsən ki, məsələn, onun bağları və yaxud onun bağı mənzərəlidir. Biz burada onun sözünə yox, onlar oldu, onun oldu, fərqi yoxdur. Lap onların ya onun. Əsas bağı sözünə baxacağıq. Bağları deyir, yoxsa bağı deyir. Biz artıq bağları sözünə, yaxud bağı sözünə biləcəyik ki, bizim xəbərimiz təkdədir, yoxsa cəmdədir. Aha. Qeydlərə baxaq. Görək bundan nə qədər qalır. Aha, qeydlərimizə baxaq. Deyir ki, var sözü imkan, dövlət, mal, mülk mənalarını ifadə edəndə söz, xəbər, predikativ olmur, müstəqil suala cavab verir. Məsələn, onu belə göylə aparan puldur, vardır. Artıq burada deməli nə oldu? Predikativ olmadı. Artıq müstəqil cümlə üzvü oldu da, müstəqil suala cavab verir və belə. Sonra frazoloji birləşmə təsriflənməyən formalarını, məsdər, fe'li, sifət şəkilçisini qəbul edərsə, bu zaman cümlədə fe'li xəbər yox, ismi xəbər olacaq. Məsələn, məqsədin başa düşməsidir. Başa düşmə özü ayrılıqda frazoloji birləşmədir, elə deyilmi? Başa düşmək sözü biz deyirik ki, frazoloji birləşmələr hamısı fe'llə ifadə olunub da. Amma başa düşməsidir. Nədir? Biz burada artıq sualımıza baxın. Məqsədim nədir? Başa düşməsidir. Burada artıq biz buna fe'lin sualını verə bilmərik də. Yəni, onlar bizi yola salanlardır. Kimdir? Onlar kimdir? Bizi yola salanlar. Burada da nədir? Fe'li sifətin tərkibi işlənibdir. Bizi yola salmaq. Deməli, yola salmaq özü frazoloji birləşmədir. Aha. Burada da deməli ismi xəbər olub. Əslində fe'li xəbər yox, ismi xəbər olub. Məsələn, onlar bizi yola saldılar olsaydı, onlar bizi yola saldılar. Burada biz xəbər kimi, fe'li xəbər kimi götürə biləcəkdik. Nə etdilər? Yola saldılar. Amma burada bizdən sualımıza baxın. Bizi yola salanlardır. Kimlərdir? Yola salanlardır. Aha. Məsələn, bax, burada məqsədin başa düşməsidir. Məsələn, deyirsən ki, o bunu başa düşmür. Burada başa düşmür, nə etmir, başa düşmür. Sualımız, baxın, görürsünüz, xəbərlə, fe'llə əlaqəlidir. Amma başa düşməsidir deyəndə sualımıza baxın, nədir? Ümumiyyətlə, xəbərin ismi xəbər ya fe'li xəbər olması üçün, bunu bilməyimiz üçün mütləq ona sual vermək lazımdır. Sual verəndə baxırsan ki, hərəkət var, yoxsa yoxdur, ondan bilirsən. Xəbərin ifadə vasitəsi təsriflənən fe'lin sualı olarsa, sual əvəzli fe'li xəbərin ifadə vasitəsi olmuş olacaq. Məsələn, o burada nə edir? Görürsünüz, təsriflənəndir. Nə fe'li sifət, nə fe'li bağlama, nə də məsdər yoxdur. Sabah başına iş gələndə bəs nə edəcək? Məqsədimiz bura gələnlərə kömək etməkdir. Bu tipli cümlələrdə xəbər və mübtədanı tapmaqda çətinlik çəkməmək üçün öncə mübtədanı müəyyən edib, yerdə qalan sözlərin axırıncısından xəbərli şəkilçisini silərək mübtəda ilə yerini dəyişmək və həmin xəbərli şəkilçisini mübtəda olan sözə artırmaq lazımdır. Məsələn, deyir ki, bu cümlədə mübtəda məqsədimiz sözüdür. Yerdə qalanlar bura gələnlərə kömək etməkdir. Buradan deyir, xəbərli şəkilçisini silib artıraq mübtədaya, yəni məqsədimiz sözünə, o zaman cümlə belə olacaq. Bura gələnlərə kömək etmək məqsədimizdir. Artıq bu halda rahatca müəyyən etmək olar ki, bura gələnlərə kömək etmək bütövlükdə məsdər tərkibidir. Aha. Bax, görürsünüz, deyir ki, məqsədimiz bura gələnlərə, buna bir dənə baxaq, məqsədimiz bura gələnlərə kömək etməkdir. Məqsədimiz bura gələnlərə kömək etməkdir. Burada bax, bu dir şəkilçisini, yəni xəbərli şəkilçisini məqsədimizdir sözünə, məqsədimiz bura artırsaq, məqsədimizdir nə? Bura gələnlərə kömək etmək. Artıq biz buradan həmin bu cümləni bilirik ki, nədir? Bu deməli olur nə? Məsdər tərkibi. Aha. Desəz ki, məsələn,
Bura gələnlərə bura sözünü biz məsdər tərkibinə niyə qataq? İndi bəzən olur da, indi insan fikirləşir ki, bura sözü görəsən oradır. Bura sözünü həmin o məsdər tərkibinə aid olub olmadığını bilmək üçün xəbərlə əlaqələndirmək lazım. Məsələn, məqsədimizdir. Bura məqsədimizdir. Bura gələnlərə məqsədimizdir. Görürsüz, olmur. Ona görə nə olur? Bura gələnlərə kömək etmək məqsədimizdir. Əla fikirdir bu da. Daha sonra xəbər məcazi mənalı sözlə ifadə olunarkən əvvəlində sözün müstəqil olub olmamasına diqqət etmək lazımdır. Xəbər məcazi mənalı sözlə ifadə olunarkən əvvəlindəki sözün müstəqil olub olmamasına diqqət etmək lazımdır. Əgər əvvəlindəki söz müstəqildirsə, xəbərə qatılmır. Əks halda bütövlükdə xəbər götürülür. Deməli, dedi ki, xəbər məcazi mənalı sözlə dili ifadə olunarkən əvvəlindəki sözün müstəqil olub olmamasına diqqət etmək lazımdır. Əgər əvvəlindəki söz müstəqildirsə, xəbərə qatılmır. Əks halda bütövlükdə xəbər götürülür. Məsələn, bizi sevinc bürüdü. Bu cümlədə bürüdü sözü məcazi mənalıdır, lakin əvvəlindəki söz ilk mənasını saxlayıb, həmçinin onu başqa sözlərlə də əvəz etmək olur. Kədər bürüdü, fərəh bürüdü. Demək ki, bu cümlədə sevinç sözü müstəqil mübtəda, bürüdü söz isə müstəqil xəbərdir. Yəni, nə demək istəyir? Həmin bu bürüdü sözü qabağındakı sözdən asılı deyil də, müstəqildir. Məsələn, qabağındakı sözü görürsünüz, biz dəyişə bildik. Əgər dəyişə bilməsəydik, deməli bu nə olacaqdı? Bu asılı olacaqdı da həmin sözdən. Biz bunu müstəqil xəbər kimi götürə bilməyəcəkdik. Amma görürsünüz, sevinc bürüdü, fərəh bürüdü, dəyişə bilirik qabağındakı sözləri. Daha sonra mübtəda dedikdə əsasən cümlədə subyekt nəzərdə tutulur. Bir məqama diqqət etmək lazımdır ki, xəbəri məchul növlə ifadə olunan cümlədə mübtəda subyekt olmur. Cümlənin obyekti mübtəda kimi çıxış edir. Cümlənin obyekti mübtəda kimi çıxış edir. Məsələn, kitab yazıldı. Bu cümlədə işi görən subyekt məlum deyil, amma cümlədə mübtəda var. Həmin mübtəda məhz obyektdir. Biz cümləyə subyekt əlavə etməyə çalışsaq, həmin subyekt artıq tamamlıq kimi cümləyə qayıdacaq. Məsələn, kitab Əli tərəfindən yazıldı. Buradan belə nəticəyə gələ bilərik ki, mübtəda olmaq həmişə subyekt olmaq demək deyil. Bir də oxuyuram yuxarıdan qeyd altını. Mübtəda dedikdə əsasən cümlədə subyekt nəzərdə tutulur. Bir məqam, yəni desə ki, mübtəda hər zaman cümlənin subyektidir, bu səhv fikirdir. Çünki bəzən bu məqam, belə deyək, pozula bilər, bu qayda pozula bilər. Bu da bir məqamda xəbəri məchul növdə olsa, artıq burada cümlənin subyekti keçir nəyə? Kitab sözünə. Artıq kitab olur. Və həmin o yazıldı sözünü, məsələn, kitabı yazan var. Artıq o qaydanda da cümləyə mübtəda kimi qayıtmır. Tamamlıq kimi qayıdır. Əli tərəfindən yazıldı. Belə, bu qədər aydın olmayan və yaxud da belə deyək, hər hansı bir hardasa qaranlıq qalan məqam olsa, inşallah ki, şərh bölmələrində gözləyirəm. Salamat qalın.